Belə ki, Abşeronda Fatimə Zəhra məscidinin yaxınlığındakı Coradi qəbristanlığında tapılan 2 yaşlı uşağın anası erkən evliliyin qurbanı olub. Azərbaycanda Uşaqlar İctimai Birliyin sədri Kəmal Ağzadə deyib. O bildirib ki, qadının sosial vəziyyəti ağır olub. Ananın 20 yaşı tamam olmayıb, məlumata görə bu uşaqdan başqa bir övladı da 6 aylıq olarkən dünyasını dəyişib. Ana bildirib ki, bu uşağı tez-tez evdə tək qoyub işləməyə gedirmiş. Onlar kirayədə müxtəlif ünvanlarda yaşayıb və davranışlarına görə yaşayış yerlərini tez-tez dəyişiblər. Onların sözlərinə görə uşaq tapılan zaman ağır vəziyyətdə olub. Azərbaycan Uşaqlar İctimai Birliyinin sədri Kəmal Ağzadə deyib ki, uşaq bizə gətirilən zaman çox baxımsız halda idi. Hətta geyimlərini polis əməkdaşları təmin edib. Evladını atan analar cəzasız qalmamalıdır. Reportajı hazırladı və səsləndirdi Haqq Səsi TV1-in müxbiri Salih Fəzali qızı və efirə verdi Haqq Səsi TV1-in rəhbəri Elxan Müzəffəroğlu.